Hər kəsi salamlayıram, əziz və dəyərli izləyicilərim. Sizə yepyeni bir xəbərim var. Videoya keçməzdən əvvəl bildirmək istəyirəm ki, yeni Instagram hesabı açmışam. Burada da qeyd edəcəm. Əgər istəsəniz məni izləyə bilərsiniz. Bu gün sizi özümlə Lahaca aparacağam. Qaldığımız yer isə Baskalda yerləşirdi və buradan çıxdıq yola. Demək olar ki, 3-4 dəfə mən Baskala ziyarət etdiyim üçün o səbəbdən istəmədim bu dəfə oranı sizə göstərim. Baskalla bağlı ətraflı videonu isə playlistlərdən rahatlıqla tapa bilərsiniz. Lahaca isə ən son uşaq vaxtı gezmişəm. Deyəsən 6-cı, 7-ci sinifdə oxuyanda. Yollar məncə çox qorxulu və vahiməli idi. Yəni iki dağın arasından, uçurumun arasından keçirsiniz. Üstəlik bu yollarda iki maşın biraz çətinliklə yerləşir. Nə yalan deyim, qorxa-qorxa gedib, qorxa-qorxa qayıtdı. Amma yenə də dəyərdi bu mənzərəyə görə. İndi isə istəyirəm sizə Lahac barədə maraqlı faktlar danışım və ümumi məlumatlar vermək istəyirəm. Lahac İsmayılının dağlar qoynunda yerləşən, daş döşənmiş küçələri və qədim evləri ilə insanı sanki keçmişə aparır. Mənbələrdə Lahacın 2000 illik tarixə sahib olduğu bildirilir və hazırda tarixi mədəni qoruq kimi saxlanılır. Vaxtilə burada dəmirçilik, miskərlik, xalçaçılıq, dəriçilik və papaqçılıq daxil olmaqla 40-dan çox sənət növü mövcud olub. Lahacın ən məşhur sənəti isə miskərlikdir. Burada mis qablar sadəcə hazırlanmayıb, üzərlərinə əl ilə xüsusi naxışlar həkk olunub və bu sənət nəsildən nəslə ötürülür. Lahac miskərlik sənəti 2015-ci ildə UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilir. Küçələrdə gəzərkən emalxalardan gələn çəkic səslərini eşitmək mümkündür. Ən gözəl tərəfi isə budur ki, burada tarix muzeydə yox, gündəlik həyatın içində yaşayır. Ustaları işləyərkən görə bilərsiniz. Əl işi mis qablar, suvenirlər, xalçalar, müxtəlif yerli məhsullar ala bilərsiniz. Lahac həm də dağ bitkiləri və həmin bitkilərdən hazırlanan ətirli çayları ilə tanınır. Burada çayı yerli mürəbbələrlə birlikdə içmək isə Lahac səfərinin ən ləzzətli hissələrindən biridir. Və Lahacda girişdə belə bir heykəl bizi qarşılayır. Daha sonra da belə bir heykəllər və budur, biz artıq Lahaca daxil olduq və daxil olan kimi orada belə bir çoxlu fərqli məhsullar satan yer var idi. Mən burada rəngli pərvanələr çox mənim diqqətimi çəkdi. Əslində inciyə almaq istədim, sonra fikirləşdim ki, onu tez xarab eləyəcək, heç oynatmayacaq. Bu çarxı isə soruşduq, dedilər işləmir. Bir də girişdə sağ tərəfdə yenə belə ədviyyat satan hissə var idi, amma oradan çox güvənmədiyim üçün heç nə almadım. İstədim biraz da gəzim içərini və başladım müqayisə eləməyə ki, mən o vaxt uşaq olanda bura gələndə bura necə idi, indi necədir və belə qərara gəldim ki, yəni bir xeyli burada azalıb satıcıların sayı. Əvvəl mən bura gələndə sağ-sol hər tərəf dolu idi. Həm bitkilər, çaylar, həm aksesuarlar satanlarla özdə daha keyfiyyətli idi və daha qəşəng idi. İndi baxıram ki, aksesuarlar 99% elə sədərəkdən gəlib. Burada əl işi ancaq miskərlik olan hissələr idi. Orada nə yalan deyim, mənim çox diqqətimi cəlb eləmədiyi üçün girib baxmaq istəmədim. Hər yerdən olduğu kimi buradan da bir dənə maqnit alıb çıxdım. Hara getsəm xatirə bir dənə maqnit alıram özümüzə. Maqnitləri alandan sonra da biraz qabağa getdik. Gördük ki, dondurma satırlar. Tez yoldaşımla mən özü üçün belə dondurmalar aldı. Səhv eləmirəmsə kivi ilə şokolad yoldaşımdaydı. Məndə də çiyələk və şokolad olmalı. Hər ikisinin də dadı möhtəşəm idi. Həqiqətən bu istidə ləzzət elədi. Burada da elə belə giriş hissələri çəkdim ki, xatirə kimi qalsın. Dediyim kimi mənim diqqətimi cəlb etmir. Amma bu yuxarıdakı pərvanələr o qədər diqqətimi cəlb elədi ki, dediyim kimi əslində inciyə almaq istədim, amma fikirləşdim onsuz da onu xarab eləyəcək. Tam olaraq anlamayacaq o nə işə yarayır, işləmə prinsipi nədir deyə. Biraz böyüyəndə inşallah alaram. Burada bilərəkdən çayların üzərinə belə fərqli yazılar yazıblar. Sevgi çayı, cənnət çayı və s. Təbii ki, bunları içəndə birdən-birə sevgi dolu olmursunuz ya da stresiniz birdən-birə azalmır. Sadəcə, yəni Türkiyə çarə kimi keçmiş dövrdə insanlar bu qarışıq otlardan istifadə edib. Yəni məncə buna biraz da inanırmışlar deyə olur. Amma mən buradan bir neçə çay aldım. Çünki həqiqətən çay həvəskarıyam mən. Baxın, jasmin aldım. Sonra burada hüceyrə yeniləyici yazılan o qızılgül tumurcuqlarından aldım. Çoxlu mixəy aldıq, çünki bizdə çox işlənir mixəy. Əlavə olaraq çiyələkli çay aldım. Çiyələk qurusu var idi içində. Son olaraq Ceylon darçını aldım. Orijinal darçın. Onu da biz çaylarda istifadə edirik. Əsasən də Məkkə gülü ilə hazırladığım çayda çox dadlı olur. Yəni qəşəng dad verir. Sonra acdığımız üçün və susadığımız üçün gəldik. Düz burada elə Lahacın girişində Cənnət bağı adında bir yer kəşf elədik. Həqiqətən də
Yəni bağı çox qəşəng idi. Hər tərəf alma ağacları idi, qızıl güllər, çiçəklər, təmiz hava, çox qəşəng yer idi. Məncə yeməkləri də olduqca dadlı idi. Tövsiyə edirəm. Bir də gördüm belə nəsə düşdü yuxarıdan. Gəldim, gördüm ki, belə balaca bir alma düşüb. Mənim qismətim imiş. Götürdüm, gəldim Bakıya. Sonra da belə ətrafda həmin o dediyim mənzərəli hissələri çəkmək istədim. Bu arada telefonum həqiqətən çox qəşəng zoomlayırmış. Burada belə ən incə ayrıntısına kimi yarpaqları, meyvələri görürsüz. Əlavə olaraq pişik də var idi. Onu da çəkmək istədim və videonun başında girişdə bizi 2 uşaq qarşıladı. Onlar dedilər ki, bu anamız elə bil ki, qış aylarında, soyuq aylarda evdə olarkən breloklar hazırlayır. İstəsəniz ala bilərsiniz. Nə yalan deyim, əvvəllər belə şeylərə çox həvəsim olardı, amma bu dəfə marağımı cəlb etmədiyi üçün almadım. Burada da gəldim, çayımı dəmlədim, kozinakla içəcəm və açdım burada bir sizə izah eləmək üçün. Yəqin ki, çay həvəskarları məni başa düşəcək. Düzdür, bir ara çox kofeyə adanmışdım, amma hələ ki ara vermişəm və ürəyimdə istəmir çox kofe içmək. İndi başlamışam çaya. Çayın da zaten tərkibi kofeindir, amma kofe qədər çox olmasa da, yəni onun da tərkibində kofein var. Çiyələkli çayın içində isə çiyələkdən də əlavə çoxlu otlar, qarışımlar falan var. Və həqiqətən hamısı birləşib çox qəşəng bir qoxu, aromat verir. Evdə hamı çox bəyəndi. Kaş bilsəm bundan, heç abartmıram, yarım kilo falan alardım. Çox az almışdım. Ceylon darçını dediyim də budur. Əsl orijinal darçındır. Bunun bir dənə atmağa ehtiyac yoxdur. Çox azca belə, hardasa belə deyim də 5də 1-in atsanız hər dəfə çaya kifayətdir. Birin 5-6 dəfə istifadə edə bilirsiniz. Jasmini də hərdən bir çaylara əlavə eləmək üçün aldım. Əsas bu hüceyrə yeniləyici deyilən qızılgül tumurcuqlardır. Bunu da mən çaylara əlavə edirəm. Qəşəng aromat verir. Bunu da adətən qonaqlarımız gələndə bizdən həmişə mixəli çay istəyirlər. Onu da veririk. Yəni özləri istəməsə də ən azından istəyirəm ki, yəni ətrafımızda mixəli çay sevənlər var. Hardasa 2-3 dənə atırıq və oradan aldıqlarım sanki daha iri şəhərdə satılanlara nəzərən. Bu artıq Bakıya qayıtdığımız gündür. Qayıtmamışdan əvvəl fərqli yerlər kəşf etmək istədik. Yollandıq İsmayılda yerləşən Disneyland park restoranına. Bəlkə də TikTokda görmüsünüz, mən də orada kəşf elədim. Yollandıq, elə yolumuzun üstü idi. Həqiqətən belə çoxlu atraksiyonlar var idi burada. At da var idi, mindi ata. Həm Uğur da sürdü biraz, mən də sürdüm. Mənə biraz qorxulu gəlsə də onun üçün çox əyləncəli idi. Sonra da burada yelləncəkdə oturub bir neçə şəkil çəkdirdik. Ətrafı sizə göstərdim. Burada yoldaşım jetonlar aldı. O jetonlarla müxtəlif cür atraksiyonlarda istifadə edə bildik. Bir də mən çağ çevirdim. Shorts videolarda paylaşmışam. Orada da balaca bir ətir qazandım. Sonra da yol üstü dedik ki, bir dənə də başqa yerə dəyək. Talistan kəndinə yollandıq. Çox qəşəng yer idi. Həqiqətən baxın, belə yol boyu sağ-sol hər tərəfə ağaclar. Kəndin girişində də belə işıqlar var idi çoxlu və yəni yol qəşəng idi həqiqətən burada. Bir də belə heykəlləri də çəkib göstərmək istədim sizə. Təsadüfən gəldik, çıxdıq Ranovaya. Mən həmişə izləyirdim Instagramda onları və həmişə ora getmək istəyirdim. Çox maraqlı gəlib ki, orada kotejdə qalmaq necə bir hissdir. Düz biz kotejdə qalmadıq. Sadəcə orada kvadraskilər var idi. Hansı ki, dağ, daş, yəni belə
qəribə yollara rahat gedib gəlmək üçün. Uğur həmişə deyirdi, yəni istəyirdi ki, biz həmin o maşına minək kvadratskaya, amma bir türlü bizə qismət olmurdu. Ya qiymət çox baha olurdu, ya da zəng eləyirdik, onlar orada olmurdu və s. Qismət bu günə imiş. Ön hissədə bələdçi oldu bizdə. O kömək elədi. Ön tərəfdən o gedirdi, biz də arxa tərəfdən onu izləyə-izləyə gedirdik. Sizə deyim ki, çox çətindir bunu sürmək. Uğur hər dəfə deyirdi ki, elə araba özü mənə güc gəlir. Plus hər tərəf çay daşlar, belə əyri yollar, yəni dağ yolu necə olar o şəkildə. Və deyərdim ki, biraz vahiməli idi, çünki qoruğa girmişdi. Amma həqiqətən bu mənzərəni görmək üçün dəyər. Gəldik, çıxdıq Tayistandakı bu şəlaləyə. Buranı dırmaşmaq da biraz çətin idi, xüsusən də mənim üçün. Amma şükür Allaha, yəni bir zədə almadan həm dırmaşdım, həm də düşdüm, gəldim. Sonra yoldaşım bu hissəyə özü tək getdi. Mən sadəcə onu çəkdim. Biraz ayaqların suda gəzdirdi, gəldi. Buz kimi idi su. Baxın, burada da bələdçini gördünüz az əvvəl. Orada çoxlu gilə meyvələr toplayırdı və bizə də təklif elədi. Biz də yedik. Örtgənlər tam yetişmişdi və dadı həqiqətən möhtəşəm idi. Çoxlu yedim.